Mən sübh namazı günün başlayır əmrindən. Dur sübh namazına durdum, qıldım. İndi Allah əmrin nədir? Baxıram ağlım mənə deyir, get dişivi yu. Deyirəm ki, Allah əmr elədi. Allah deyib, belə eləyir, mənim adıma yazın. Mən bu saat əmr eləyirəm, get dişivi yu. Deyirəm, baş üstə. Sonra nə eləməliyəm, fikirləşirəm, saçımı daramalıyam. Övliyalar belə yaşayır. Belə yaşayır. Saçımı daramalıyam da, adamlar hamı saçını daramır. Bəzilə daramır, amma daramalıdır. Elələri də var ki, daranmır. Qorxulu görkəm alır. Saçını daramaq lazımdır, bəli. Saçını dararım, sənin əmrindən. İndi nə eləməliyəm? Məsələn, ağıl mənə deyir ki, səhər gəzintisinə çıxmalıyam. Misal üçün deyirəm. Vallahi, bu mən dəqiq deyirəm, amma mən özümdən bunu düzəltmirəm. Ağıl deyir ki, mən səhər gəzintisinə çıxmalıyam. Deməli ki, Allah bu saat əmr eləyir, deyirəm, baş üstə. İdman eləyəcəm, canım üçün deyirəm, baş üstə, sən demirsən, gedirəm. Sonra gəlirəm, ağıl mənə deyir ki, çıxırsan evdən yemək ye, deyirəm, yemək. İlahi, sən deyirsən, baş üstəsin. Yeməyimin də deyir, mənim ayağıma yaz. Belə yaşayın, deyir. Belə yaşayın. Hər bir an ağıl sənə nəyə deyirsə ki, sən bunu eləməlisən, o an üçün Allahın əmri odur. Həmin an üçün Allahın əmri odur. Ağıl buna görə verilir, biz başqa şey üçün istifadə edirik. Biz kimisə başını allatmaq üçün, orada nəsə qabı. Biz ağıldan belə şey üçün, ağılın təyinatı buymuş.